Təbiət filmlərdə hekayəni nəql etməyin ən qədim, amma ən effektiv üsullarından biridir. Müxtəlif təbiət hadisələri, coğrafi obyektlər hekayəni mənalandırmaq üçün istifadə edilib. Bunun səbəbi insanların 100 min illiklər boyunca təbiətlə qurduğu arxetipik əlaqədir. Bu dəfə Azərbaycan kinosundan nümunələrlə təbiətin necə istifadə edildiyinə nəzər salacağıq. Bu video Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə çəkilir. Həbib İsmayılovun Ögey anasında hadisələr tematik və coğrafi olaraq dağ ətrafında baş verir. Akka! Hoş gördük benim ağıllı balam. Diyorum, ben siz darıxmırdın ki. Sen yine gideceksen? Yok, benim qəşəng balam, yok. Ben daha seni koyup hiç yana gitmem. İsmayılın atası dağlara yol çəkməyə gedir. Yol mədəniyyətin, sivilizasiyanın nişanələrindən biridir. Bir dağa yol çəkilirsə, artıq təbiətin ram edilməsi prosesi başlayıb deməkdir. Təsadüfi deyil ki, ezamiyyətdən geri qayıdan Arif yeni həyat yoldaşı ilə ortaya çıxır. Bu isə İsmayıl üçün yeni situasiya, yeni ana deməkdir. Deməli sən bizə həkim İsmayıla ana gətirmisən. İsmail, hara gidiyorsun? İsmail! İsmail, dayan bir yerde gidin. İsmail! Dağ qəhrəmanın öhdəsindən gəlməli olduğu çətinliyi təmsil edir. İsmayıl filmin sonunda səhvlərini başa düşür və bunu düzəltmək üçün yenidən dağa üz tutur. Onun itburnu çiçəyi dərərkən dağın partladılması qəhrəmanın yeni kimliyi üçün maneənin yox olması deməkdir. İsmailin transformasiyası dağla birgə baş tutur. Bu səbəbdən də gözünü açarkən artıq ögey ana yox, birbaşa ana deyir. Anacan, can ana. İsmayıl Şıxlının yazdığı Dəli Kürdə çay coşqun inqilabı zamanı təmsil edir. Elə buna görə də əsərin sonunda çay daşaraq Cahandar ağanın ölümünə səbəb olur. Bu bədii əsərdə feodalizmin ölümünün simvoludur. Filmdə isə Dəli Kür bu formada qarşımıza çıxmır. Bunun yerinə bütün vacib hadisələrdə Kür çayı həlledici roldadır. Cahandar ağa mələyi çay kənarından oğurlayır. Şahnigarı cəzalandırmaq üçün də Cahandar ağa onu çayda boğulmağa məcbur edir. Bu səhnə həm də insan şuurunda çayın təmizlənmək funksiyası yerinə yetirdiyini göstərir. Filmin əvvəli və sonu da Kürün görüntüləri ilə bitir. Filmin əvvəlində Kür sahilində dərəbəylik hökm sürürsə, sonunda işıqlı, ziyalı gənclər və onların ardıncan gələn yeniyetmələr görülür. Romanda zamanın inqilabiliyinin ifadəsi çayın daşmasıdır. Filmdə isə çay qəhrəmanların taleyinin kataklizmlərinin metaforu kimi göstərilir. Yeddi oğul istərəm də torpaq hekayəni dərinləşdirmək üçün vacib yer tutur. Celal, görəsən Gəray bəy özü kətdədirmi?
İnanmıram. Deyirlər Çalpapaq Kərəm kəndə gələndən çəkilib qan çanağına. Amma bilmək olmaz. İlk növbədə filmin western janrında olduğunu nəzərə almaq lazımdır. Western janrında yeni yerlər, torpaqlar üzərində heç bir qanunun olmadığı, bir növ əhəlləşdirilməyən məkanlardır. Məhz bu səbəbdən də qəhrəmanlar, adətən şeriflər nizam-intizamı yaradıb qanunu gətirməklə məşğuldular. 7 oğul istərəmdə də eyni vəzifə komsomolçuların üzərinə düşür. Ancaq bu janr bizim təfəkkür dünyasına yad olduğu üçün torpağı başqa formada da hekayəyə daxil edirlər. Kəndlilər əkinə hazırlaşır, ancaq Gəray bəyin qorxusundan edə bilmirlər. 7 oğlu isə onları həmin torpaqlarda işləmək üçün təşviq edir. Düzünü de. Düzünü deyəndə ki, elə bir şey olmayıb bəy. Cəmaat o dələduzların sözünə inanıb yaz aratına çıxıb. Sonra. Sənin torpaqlarından başlayıblar Aratı bəy. Sonra. Sonra da Kühmay Şəkər bəyin oğlu ilə görüşüb. Deməli gizir mən o günə qalmışam ki, qızım da mənim sözümdən çıxır. Bəlkə elə bir güllə çaxın başıma, heykanını, səfəlini, qələnini təzə hökumət alsın əlinə. Komsomol Bəxtiyar da mənim torpaqlarımda at minib tüfəng oynadıb ağalıq eləsin. Bu təşviqin nəticəsi isə qanla bitir. Torpaqdan yeni məhsul, yeni dünya əldə etmək heç də asan deyil. Bu qanlı qadalı, ağrılı prosesdir. Köhnə Bərə filmində çayın fərqli istifadəsini görürük. Bir tərəfdə yenilik etmək arzusu ilə yaşayan, cəmiyyətə faydası toxunsun deyə can atanlar, digər tərəfdə isə fürsətdən istifadə edib özlərinə mal-mülk əldə edənlər var. Çayı keçmək üçün yalnız bir yol var, o da köhnəlmiş bir bərədir. Bu bərəni işbazlar istifadə edərək meyvə qaçırırlar. Neyinirsən ha Mehdi? Bayaqdan haqq hesab verirsən, bir yana da çıxa bilmirsən. Gendən baxan da deyər ki, dua oxuyursan. Haqq hesabda gərək düz olasan da. Sən elə bilirsən, mən özüm üçün çalışıram. Sənin də payın var burada. Ancaq idealistlər başqa bir xəyaldadılar. Onlar körpü tikilməsinin və xarici aləm ilə əlaqənin bərpasının tərəfdarıdırlar. Filmin 1984-cü ildə çəkildiyini nəzərə alsaq, yozum çox aydındır. Burada çay Sovet hakimiyyətinin yaratdığı mövcud siyasi ictimai vəziyyətdir. Onu adlamaq üçünsə ya ənənəvi düşüncəni təmsil edən artıq funksionallığını itirmiş bərədən istifadə edilməlidir, ya da yeni yol, körpü salınmalıdır və yeniliklər tətbiq edilməlidir. Bu da ictimai həyatın reformasiyaya olan ehtiyacının ifadəsidir. Tabutçunun yelləncəyi uğursuz ata-oğul münasibətlərindən bəhs edir. Aşağıdan yapın. Aşağıdan götür. Hadi aşağıdan götür. Ay yavaş da, nə olub? Uşaq yazıqdır. Sən öz işinlə məşğul. Xəstə uşaq. Yaqub tabutçudur. Oğlu Musa isə əqli geriliyi olan gəncdir. Onların münasibətində əsas əskilik sevgidir.
Yaqub hansısa səbəbdən, oğlunun əqli gerliyindənmi, ya başqa səbəbdənmi oğluna qarşı dözümsüzdür. Yığışdır bunları. Oğlu isə öz taleyi ilə barışıb. Onların yaşadığı yerdə bu münasibətin məğzinə, sevgisizliyinə uyğundur. Hər kəsdən uzaq, çöllük, düzən bir ərazidə yaşayırlar. Burada heç bir həyat əlaməti yoxdur. Təbiət onların münasibətlərinin bədii ifadəsidir. Bir səhnədə ətrafda gəzişən Musa cadar-cadar olmuş torpağın üzərində addımlayır. Parçalanmış, susuz torpaq görüntüsü Musanın içində olduğu mənəvi tənhalığı və sevgisizliyi ifadə edir. Eyni hekayə yaşıllıqlar, təbiətin gül-çiçək açdığı bir yerdə keçsəydi, bu qədər təsirli olmazdı. Qırmızı bağda hekayə birbaşa təbiətlə bağlıdır. Anam deyir ki, Abbas müəllim arvadını çox istəyirmiş. İndi də onun qəbrindən ayrıla bilmir. Yox. Bu qəbristanlığa başqa şey görmür. Nəyə görə? Nəyə görə? Nəyə görə? Abbas müəllim Orxanı oğulluğa götürmək istəmir. Orxanın da Abbas müəllimə münasibəti bənzərdir. Ancaq onları birləşdirən məqam fərqli yanaşmalarına baxmayaraq sarağan ağacıdır. Orxan sarağan ağacının mövcud olduğuna inanır. Abbas müəllim isə artıq bu növün tükəndiyini deyir. Sarağan ağacı cənnət ağacı mənasını da verdiyinə görə obrazların yanaşması ortaya çıxır. Mən doğrudan da sarığan qızların yerini bilirəm. Sənin yerin elə internatdır. Sən Əzrailsən. Gənc Orxan xoşbəxt bir həyata inanır. Abbas müəllim üçünsə bu mümkün deyil. Abbas müəllimin gözünə görünən dünya apokaliptik, cəhənnəmə bənzər bir dünyadır. Hər tərəf quruyub, ağaclar yanıb. Ancaq Orxana olan sevgisini tapandan sonra o cənnətlə mükafatlandırılır. Orxanın bələdçiliyi ilə qırmızı sarı ağaclardan ibarət bağı tapa bilir.
Filmlərdə bəzən bilərək, bəzən isə qeyri-ixtiyari olaraq seçilən təbiət elementləri hekayəni çatdırmaq üçün effektiv vasitədir. Danışılan hekayəyə uyğun təbiəti tapmaq, hekayəni qədim arxetipik kodlarla nəql etmək, məzmuna uyğun vizual obrazlar göstərmək həm ssenaristin, həm rejissorun, həm də operatorun ortaq vəzifəsidir. Ancaq bu halda hekayə dolğun çatdırıla, tamaşaçı şuurunda dərin izlər buraxa bilər. Filminizdəki təbiəti elə seçin ki, hekayənizin təbiətinə uyğun olsun.